Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi. Əmək qanunvericiliyinə əsasən işə götürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir. Bu sahədə baş verən dəyişiklik barədə işçilərə müntəzəm və vaxtında məlumat verir. Eyni zamanda əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv illik tədbirlər planı hazırlayır və həyata keçirir. İşə götürənlərlə işçilər arasında sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər kollektiv və əmək müqavilələrində nəzərdə tutulur. Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiya edici maddələr verilir. İşə götürən Həmkarlar İttifaqları Təşkilatının iştirakı ilə vaxtaşırı iş yerlərinin əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiya aparmalıdır. Bu barədə əmək kollektivinə məlumat verilir. İşçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanılması, yuyulması, qurudulması, dezinfeksiyası, deqazasiyası, dezaktivasiyası və təmiri təmin edilməlidir. Qanunvericilik ilə nəzərdə tutulmuş istehsalat sahələri qazlı və duzlu su ilə təchiz olunmalıdır. İlin soyuq və isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda, eləcə də isti sexlərdə çalışan işçilərin isinməsi və ya istirahəti üçün otaqlar hazırlanmalıdır.